Salam olsun bizim kanalı izləyən hər bir kəsə. Bu dəfəki çəkilişim Quba rayonunda Qələdüz kəndində yerləşən Aysu Village istirahət mərkəzidir. Bu kəndin girişidir. Burada elanı qoyublar, nömrələridir. İstirahət mərkəzinə giriş bu formada başlayır. Rayonun mərkəzindən bura çox uzaq deyil, 10 dəqiqəlik məsafədir. Qəsrişlə elə bil ki, çayın bu tərəfidir. Qırmızı qəsəbədən üzü Qusara gedəndə Qələdüz kəndi sol tərəfə də yerləşir və mərkəzdən 10 dəqiqə məsafədə. Instagram səhifələrindən takip atıb ətraflı məlumat əldə edə bilərsiniz. Bura resepsiyon hissəsidir. Çöldə CV'si var. Daha sonra yuxarıda terası var. Burada uşaq əyləncə yeridir. Bura restoran hissəsidir. Səhər, günorta, axşam yeməklərinizi yeyə bilərsiniz. Bura basen hissəsidir, lakin fəaliyyət göstərmir. Gördüyünüz kimi hazırda təmir gedir. Və maşınınızı burada saxlayırsınız. Və gördüyünüz kimi buranı Şirinlər şəhərciyi kimi bu konseptdə düzəldiblər. Əziz izləyicilər, gəlin Aysu Village-də kotej daxili ilə sizi tanış edeyim. Otağın vəziyyəti. Bizdə birinci kotejdir, 1 nömrəli kotej. Həm açarla daxil olmadı, həm də ki kartlandır. İlk öncə daxil olduqda xoldur. Divan açılıb bağlanar, televizor, PlayStation var, xaladenikdir. Daha sonra burada sanuzeldir. Sanuzel bu formada. Daha sonra birinci yataq otağı bütöv taxt formasındadır. Və burada kondisioner yoxdur. Və bu da İkinci yataq otağımız, ayrı-ayrı kravatlar və bir dənə kondisioner və bir dənə dolab. Gördüyünüz kimi bu da Aysu Village-də kotejin daxili görüntüsüdür. Və qiymətlər barədə də artıq öz Instagram səhifələrindən də maraqlana bilərsiniz. Orada da qeyd olunub. Bu gördüyünüz 4 nəfərlik kotej qalma, tək səhər yeməyi daxil 150 manat, lakin 3 dəfə yemək içində 220 manatdır. Əlavə şəxs gəldikdə 5-ci şəxs üçün 35 manat əlavə ödənişdir. Bu qədər. Əziz izləyicilər, gəlin sizi Aysu Village istirahət mərkəzi ilə tanış edeyim. Bu gördüyünüz sağ tərəf və sol tərəflər hamısı kotejlərdir. Siz də gəlmək istəyirsinizsə əvvəlcədən rezerv edin, çünki boş yerlər tapmaq mümkün deyil. Burası restoran hissəsidir. Səhər, günorta, axşam yeməklərinizi burada qidalanacaqsınız. Bundan başqa üstədə oturmaq üçün çay içmək yerlər var. Resepsiyon hissəsi qabaqdadır. Və yuxarıda da istirahət eləmək üçün yer var. Gəlin gedək sizinlə oranı tanış edeyim. Bura əgər əlavə kofe filan istəyirsinizsə, marajna buradan sifariş edə bilərsiniz. Gəlin yuxarı qalxaq. Sağ-sol hissə kotejlərdir. Gördüyünüz kimi 2 nəfərlik, 3 nəfərlik, 4 nəfərlik kotejlərdir. Daha sonra restoranın arxa hissəsi. Bura gün düşmür demək olar.
Bu formada meşəli idi. Burada uşaqların oynaması üçün batutdur. Daha sonra uşaq arabaları var. Və burada kvadrotsikllardır. 5 dəqiqəsi 10 manatdır kvadrotsikl. Uşaq arabaları 3 manatdır. Batut isə 2 manatdır. Və çay verilir. Çaydakı 5 manatdır qiyməti. Yəni bu formada əyləşmək üçün yerdir. Böyük qruplar da qəbul edirlər. Yəni istəsəz gəlib istirahət edə bilərsiniz. Məncə piknik eləmək də olar. Instagram səhifəndə özlərinə əlaqə saxlayın. Sizə ətraflı məlumat verəcəklər. Əziz izləyicilər, siz də kvadrotsikl sürmək istəyirsinizsə, bu formada Aysu Village-də kvadrotsikl sürə bilərsiniz. Tam meşənin içərisində. Daha sonra gəlin ətrafa yenə baxaq, görək nə var, nə yox. Qiymətlər barədə sizə deyim. 2 nəfərik gəlirsinizsə, sadəcə olaraq səhər yeməyi yeyəcəksinizsə, qiymət 99 manatdır. Yox, 3 dəfə qidalanma səhər gün orta axşam olacaqsa 140 manatdır. Gəlin səhər yeməyinə keçid eləyək, səhər yeməyinə baxaq. Daha sonra, əgər 3 nəfər gəlirsinizsə, sadəcə olaraq səhər yeməyi ilə 120, 3 dəfə qidalanma istəyirsinizsə 160 manat olacaq. Gəlin ona da keçid edib nə verirlər stola baxasınız. Və 4 nəfərliyin qiyməti sadəcə olaraq səhər yeməyi ilə bir yerdə 150 manatdır. 3 dəfə qidalanma 220 manatdır. Və əlavə bir şəxs gəldikdə əlavə 35 manatda alırlar növbəti şəxsə görə. Və gəlin axşam yeməyini də sizə təqdim edeyim, ona da baxın. Qeyd edim ki, siz səhər, günorta və axşam yeməklərini bu restoranda eləyirsiniz. Və əziz izləyicilər, gördüyünüz kimi 3 dəfə qidalanma seçəcəksinizsə, səhər, günorta, axşam qidalanma bu formada olur. Və əlavə daha sonra çay, kofe istəsəz yuxarıda terasda da otura bilərsiniz. Və əziz izləyicilər, gəlin sizə axşam görüntüsünü də göstərim. Axşam görüntüsü də çox gözəldir. Axşam görüntüsünə keçid eləyək, sonra təzədən çəkilişimi davam elətdirim. Və izləyicilər, bu da Qubada yerləşən Aysu Village-də axşam çağıdır. Artıq dedim gecədir. Çəkiliş özüm bu vaxt elədim ki, sakitçilik olsun. Heç kimin narahatçılıq eləməyək çəkilişlə. Və işıqlanmandır, görürsünüz. Ətraf gözəl işıqlanıb. İkinci mərtəbədir, ikinci mərtəbə. Gündüz vaxt çox isti olduğu üçün elə istifadə olunmur. Və resepsiyonumuz yenə də. Gəlin ikinci mərtəbəyə çıxaq. İkinci mərtəbədə terasada axşam çağı oturub çay içə bilərsiniz, kofe sifariş edə bilərsiniz. Hətta yemək də istəsəz ikinci mərtəbəyə sifariş edə bilərsiniz. Və bu da terasımız.
Görüntü bu formadadır. İstirahət üçün belə qamaklar da var. Və biz bura gəldiyimiz ərəfədə dünya çempionata gedir. Və bu restoran hissədə dünya çempionatı oyunlarına da qoşurlar. Ona da baxa bilərsiniz. Bugün Fransa İspanya oynayır. Ona baxırıq. Və yuxarı kotejlərə gedən yoldur. Və Ayşevil isə axşam çağı bu formada görsənir. Və əziz izləyicilər, gördüyünüz kimi Ayşevil Quba rayonu Qələdüz kəndində yerləşən Ayşevil istirahət mərkəzidir. Bu gördükləriniz kotejlərdir. Burada bu formada konsept yaradıblar. Qəhvə yeridir. Yuxarıda meşənin arxasında artıq tanış oldunuz. Orada istirahət edə bilərsiniz. Uşaqlarınız əylənə bilərlər. Bura restoran hissəsidir və bura teras hissəsidir. Axşamlar sərin olur. Yəni münasib qiymətlərlə gəlib burada istirahət edə bilərsiniz. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Bununla çəkilişimi bitirirəm. Xoş izləmələr sizə.